Ərazi orada yaşayan insanların sambalına görə vətən qiymətinə minir. Elə Azərbaycanı da ona görə qorumaq, onun uğrunda ona görə ölmək lazımdır ki, burada anar kimi insanlar yaşayır. Mən şəxsən anarsız Azərbaycanda yaşamaq istəməzdim. Bir anlığına təsəvvür eləyək ki, Azərbaycanda heç vaxt anar olmayıb. Onda anarın iri şüşəli eynəyi arxasına baxan gözləri, biraz yampörtü yerişi və özünə məxsus danışıq tərzi, təbii ki, əsərləri, çıxışları, ssenarilərinə çəkilmiş filmlər də olmazdı. Nə qədər boz və cansıxıcı bir ölkə. Anar nəsrimizdə milli söz azadlığı hərəkatına başçılıq edib və mənə görə o, Azərbaycan ədəbiyyatının Məmməd Əmin Rəsulzadəsidir. Anar müəllim, necəsiz bugün? Yaxşı, yaxşı. Daxili vəziyyətiniz, iç durumunuz? Əla. Siz tək Azərbaycanın yox, tək regionun yox, zamanın artıq etiraf olunmuş böyük yazıçılarından birisiniz. Bu mərtəbədən baxanda aşağılar nə qədər alçaq, yuxarılar nə qədər ali görünür? Mən insanlara bərabər gözlə baxıram. Mən insanlara ayıranda yuxarıda ya aşağıda olmaları ilə yox, yaxşı adam, xeyirli adam və yaxud mərdumazar adam, pis adam, bu prinsipdən ayırıram. Halbuki yenə də, onu da mən dəfələrlə demişəm ki, tam yaxşı adam yoxdur, tam pis adam da yoxdur. İntihası bəzi adamlarda yaxşı cəhətlər daha çoxdur, pis cəhətlər daha azdır. Bəzilərində pis cəhətlər daha çoxdur, yaxşı cəhətlər daha azdır. Anar müəllim, hansı ideyanın banisisiz ədəbiyyatda? Məsələn, bugün demək olarmı ki, Anar müəllim tutaq ki, filan ideyanın, filan nəyinsə əsasını qoyub? Mən deyə bilmərəm, onu desə ancaq bizim tənqidçilər deyə bilər, ədəbiyyatşünaslar deyə bilər, indi mənim yaradıcılığımla çox tanış olan adamlar deyə bilər. Amma mənim, əgər indi xidmətlərdən söhbət gedirsə, mən Qobustana marağın artmasında rolum olub. Dədə Qorxuda marağın artmasında rolum olub. Cəlil Məmmədzadəni yeni cür, təzdən, yeni baxışla ona yanaşmaqda rolum olub. Və ədəbiyyatımızın bir çox klassikləri haqqında mən yazmışam. Azərbaycançılıq haqqında yazmışam. Xalqımızın taleyində mühüm dönüm nöqtələr haqqında yazmışam. Anar müəllim, rəhmətli Rəsul müəllimi yuxunuzda tez-tez görürsünüz. Nigar xanımı tez-tez görürsünüz. Yox, əvvəllər daha tez-tez görürdüm. İndi hərdən birdən görürəm. Amma tez-tez deyə bilmərəm, tez-tez görürəm. Və qəribə həmişə yuxularda belə görürəm ki, güya onlardan sonraki mənim işlərimdən maraqlanırlar. Məsələn, mən onların ölümündən sonra albomlarını buraxmışam, o albomlarını onlara göstərirəm. Onlar haqqında yazdığım xatirələr, o cümlədən sizi onlara məlumat verirəm. Bu barədə söhbətlər edirik. Bir neçə dəfə belə yuxularım olub mənim. Həm atanızı, həm ananızı ümumiyyətlə xatırlayanda onlar hansı hərəkətləri, hansı jestləri ilə düşür yadınızda? Məsələn, uşaqlıqda mən atamdan çox qorxurdum. Atam ümumiyyətlə zəhmli adamıdır. Ona görə, məsələn, bəzən də dərslərdən pis qiymət alanda filan zət, məsələn, çalışırdım, gizlədim ki, bu bilməsin. Və biləndə bilirdim ki, acıqlanacaq mənə, qəzəblənəcək filan. Anam yox, həmişə mülayim rəftarı. Amma bu uşaqlıq illəri idi. Böyüdükcə biz onunla, atamla yalnız ata-oğul münasibətləri yox, belə həmkar münasibət görürdü. Yəni, o məsələn, mənim, indi biraz qeyri-təvəzzüklü olsa da deyim ki, mənim ədəbi zövqümə çox inanırdı. Mənə oxuyanda şeirlərini hesablaşırdı mənim fikirlərimlə. Mən təbii ki, ona bir nəsiyyət verə bilməzdim, böyük bir şair idi, amma mənim də fikirlərim vardı. Məsələn, deyəndə görürüm ki, bunu nəzərə alır, bunu eləyir, diqqətlə yanaşır buna. Eləcə də anamla da bir kollega münasibətləri vardı yaşlı olduqca. Çünki sənətimiz demək olar ki, eyni idi. Düzdür, onlar şairdir, mən nasir idim, amma ki, ikimiz də ədəbiyyat adamları, üçümüz də ədəbiyyat adamları idik. Ona görə bir-birimizdən yaradıcılıq münasibətlərimiz daha ailə münasibətlərindən daha çox idi. Uşaqlığınızı harada keçirmişsiniz və necə keçirmişsiniz? Bakıda əsasən keçmişəm, amma bizim atamın bağı vardı o vaxt Buzovnada. 43-cü ildən o bağ demək biz qalırdıq, hər yay ora gedirdik. Yay aylarında Şuşaya gedirdik. Ona görə Şuşa mənim ürəyimin ən kövrək yerlərindən birindədir. O illəri də xatırlayıram. Sonra da mən sonraki illərdə Şuşada çox tez-tez olmuşam. Ona görə Şuşa mənim üçün çox əziz bir şəhərdir. Amma əsasən Buzovna, əlbəttə Buzovna bağı, yay ayları. Qışda isə Bakıda olurduq, bəzən səfərlərə çıxırdıq, birgə səfərlərə gedirdik. Azərbaycan rayonlarına da, sonra Rusiyada, nə bilim, Krıma da, başqa yerlərə də olurdu belə səfərlərdə.
Uşaqlıqda necə uşaq olmusunuz? Davakar, dalaşqan, sülh sevər, Yox, dinc, arif. davakar olmamışam. Davakar olmamışam, deyə bilmərəm ki, davakar olmuşam. Amma höcətliyim olub əlbəttə, şıltaqlığım olub. Uşaq da hər uşağın bir xasiyyəti olur məndə. Vaqif Səmədoğlu deyir ki, Anar müəllim mənim üçün ədalət ölçüsü olub. Ədaləti də bərpa eləməkdə mütləq nəyisə gərək sübut eləməkdən ötürü bəzən gücə əl atasınız. Bunun başqa yolu yoxdur, o baxımdan soruşdum. Bilmirəm, çünki biz orta məktəbdə oxuyanda Vaqiflə fərqimiz azdır. O məndən bir sinif aşağıda oxuyurdu. Amma o vaxt belə bir dostluğumuz yox idi. Bizim dostluğumuz məktəb illərindən sonra başladı. Və Vaqif ədəbiyyat, mən ondan daha əvvəl gəlmişdim ədəbiyyata, sonra o da ədəbiyyata gəldi və ədəbiyyata o gələndən sonra mən imkanlarım daxilində həmişə onu müdafiə eləməyə çalışırdım. Bəlkə ona görə deyir ki, ədalətin tərəfdarı olmuşam. Məşhur bir klassikdən soruşmuşlar ki, kimsəsiz bir adıya düşsəydiniz və yaxud sizin kimsəsiz bir adıya düşmək şansınız yaransaydı və yəqin ki, orada ondan başqa heç kəs olmayacaqdı və təbii ki, darıxmamaqdan ötürü hansı kitabı götürərdiniz öz-özünə? Belə bir sual vermişdilər. O da cavab vermişdi ki, yəqin ki, başmaq tikməyin sirləri. Əgər mən bu sualın zarafat hissəsini bir yerə qoysam və Anar müəllimdən soruşsam, o belə bir vəziyyətdə, belə bir şəraitdə hansı kitab özündən götürərdi? Ümumiyyətlə. Yəqin bir kitab deyil də, mən yəqin ki, bizim Azərbaycan ədəbiyyatından da bəzi kitabları götürərdim, dünya ədəbiyyatından da götürərdim və öz kitablarını da götürərdim. Hərdən bir onlara qayıtmaqla, necə deyirlər. İndi bu fantastik bir fərziyyədir, amma indi gələn o fantastik fərziyyənin içində mən bəzən o köhnə kitablarımı təzədən redaktə lazım olur, ya təzə çap üçün hazırlamaq lazım olur. Onu da oxuyanda elə bil onun yazıldığı illərə qayıdıram. Bu mənim üçün həm də bir nostalji istədir. Ona görə yəqin ki, bir neçə kitab götürərdim. Necə yazırsınız? Yazdığınız əsərin üzərində ən axırıncı momentə, onun mətbəyə gedənə qədər ki, anına qədər işləyirsiniz, yoxsa yazıldı, bitdi, siz redaktə işlərini gördünüz, qutardınız və qalır o qıraqda? Yox, bəzən elə olur ki, mətbəyə korrektura gələndə orada bəzi, əlbəttə kardinal böyük düzəlişlər olmur, amma bəzi əlavələr olur, bəzi dəqiqləşdirmələr olur filan. Mən yazanda birbaşa yazıram, bilirsən, bir nəfəsə necə deyirlər yazıram. Ondan sonra qoyuram bir müddət qalır ki, isti-isti təzədən ona qayıtmayam. Bir müddət deyəndə, məsələn, dalım bir həftə ya 2 həftə. Sonra bir də oxuyub artıq bunu çapa verirəm. Çapdan isə korrektura gələndə orada da xırda-xırış düzəlişlər əlbəttə olur. Amma yazıcı olmaq fikri sizin ağlınıza qəfildən gəldi, yoxsa tədricən gəldi? Mən 52-ci ildə biz Şuşada idik, dincəlirdik orada. Biraz cavan idim mən, 14 yaşındaydım, yeni yetmə idim, darıxırdıq orada biraz. Mən darıxırdım şəxsən, Bakı üçün, Bakıda böyümüş uşaqdır. Onda atam başımızı qatmaq üçün dedi ki, bəs çalışın bir şey. Mən də bir də bacım, məndən kiçik bacım filan. Bir şey yazın buradakı təəssüratınız haqqında filan. Mən də götürdüm, Amerika həyatından bir piyes yazdım. Sonra bunu oxudum və oxuyanda demək, zəif bir şeydir, 14 yaşında uşaq Amerika həyatı haqqında nə bilərdi, ancaq Sovet mətbuatından aldığı məlumatlar. Amma gördüm, nədirsə atam görmüşdü, mən oxudum atamla anama, bacılarıma da. Atam belə baxdı, biraz təəssüflə, biraz kədərlə, biraz təəccüblə, dedi ki, heç nə, sən də yazıcı oldun. Sizin qəhrəmanlarınızın böyük bir hissəsi yazıqdır. Adamda elə təsəvvür yaranır ki, siz yazıq insanların xasiyyətini və xarakterini çox gözəl bilirsiniz. Mən indi sadalasam, onların böyük bir belə deyək, qalereyası yaradalar. Yəni, istər təxminə yazıqdır, istər Zaur yazıqdır, istər otel otağındakı alim yazıqdır, istər Kəbirlinski, Feyzullah yazıqdır. Bu yazıq adamlar sizi çəkir, yoxsa təsadüfən onlar axırda yazıq çıxır? çıxır? Mən elə gəlir ki, insanların hamısı yazıqdırmış. Hətta özünü ən belə, necə deyim sənə, parlaq göstərmək istəyən, qürrələnən insan da daxilən yazıqdır. Çünki həyatın özü insanları yazıq olmağa məcbur edir. Həyatın ki, sonluğu ölümdür. Ona görə insanlar əvvəldən yazıqdılar. Əvvəldən yazıqdılar ki, axırı bunun demək, dünyanı dəyişmək. Amma indi mən deməzdim ki, biçarə deyirlər mənim qəhrəmanım. Mən deməzdim ki, biçarədirlər. Məsələn, hətta bəlkə də ən biçarə qəhrəmanım mənim Kəbirlinskidirsə, o da əsərin sonunda, əgər yadındadırsa əsər, mən ona bir təsəlli verirəm ki, arvadı ilə metroya gedirlər filan. Yəni, mən insandan o təsəllini almaq istəmirəm. Amma mənim insanlara
insanlar bəlkə mən biraz belə, necə deyim sənə, dəqiq ifadə işlətmədim. İnsanlar bəlkə də yazıq deyil, amma mənim insanlara yazığım gəlir. Çox insanların demək olar ki, əksəriyyətinə yazığım gəlir. Hətta məni sevməyən, mənə qarşı olanlar, mənə qarşı kim bəsləyən insanlara da yazığım gəlir. Çünki mənə elə gəlir, bəlkə yanılıram, mənə elə gəlir ki, mən onları başa düşürəm. Onlar məni başa düşmür, amma mən onları başa düşürəm. Başa düşürəm ki, bu kinin səbəbi nədir, başa düşürəm ki, bu həsədin səbəbi nədir, başa düşürəm ki, bu uğursuzluğun hayfını çıxmaqdan gələn bir təşəbbüslərdir filan. Ona görə yazığım gəlir, o insanlara da yazığım gəlir. Sizdən sonra gələn bu nəsillə münasibətlərdə onların irsə bağlılığını, irsə sədaqətini necə qiymətləndirirsiniz? Bilirsiniz, nəsil deyəndə nəsildə axı müxtəlif insanlardan ibarət olur. Elə adamlar var ki, onlar o bağlılığı hiss edir. Mədəniyyət ümumiyyətlə, mənim fikrimdə, mədəniyyət və mədəniyyətin bir hissəsi olan ədəbiyyat ardıcıllıqdır, davamiyyətdir. Yəni, sən özündən əvvəlkiləri inkar da eləyə bilərsən, amma eyni zamanda sən onlarla bağlısan. Çünki bağlı olmasan, bütün ipləri qırsan, onda heç bir şey yarana bilməz. Və yeni nəsillərdə, içlərində elə adamlar var ki, tutalım, o özlərindən əvvəlki nəslin qiymətini də bilirlər, qədrini də bilirlər, amma onlar kimi olmaq istəmirlər, bu çox təbiidir və ayrı cür yazmaq da istəyirlər, ayrı cür səslənmək də istəyirlər. Bir var bu. Bir də var ki, inkarçılıq ki, yox, bizdən əvvəl heç bir şey olmayıb və özləri də bir şey yarada bilmirlər. Bu, mənim üçün maraqlıdır. Elə adamların yazılarını mən nə oxuyuram, nə də ki, yəni oxuyuram deyəndə bir cümləsindən mənə aydın olur ki, bunun içində heç bir şey yoxdur. Ona görə də onun vaxtımı, o qədər qıt olan vaxtımı və o qədər oxumalı, gözəl kitablar ola-ola vaxtı belə şeylərə həsr etməyə mən istəmirəm. Əlinizə baxıram və belə bir məşhur tibbi ifadə yadıma düşür ki, hər kəsin ürəyi ovucu boydadır, yumruğu boydadır. Necə bilirsiniz? Ürəyiniz çox böyükdür. Yəni, kin, kidurət, nifrət, orada yer varmı onlara? Deyə bilərəm ki, yoxdur. Mən bax, özüm bilirsən ki, mən qeyri-təvəzzükar sözləri sevmirəm, özüm haqqı deyim. Amma bunu deyə bilərəm ki, mənim ürəyimdə heç bir vaxt kin, kidurət, nifrət, kiməsə, necə deyim sənə, pis münasibət yoxdur. Əlbəttə, mən o şey deyiləm ki, Həzrət İsa demiş ki, bir yanağa şillə vuranda o bir yanağı uçur, onu deyiləm, mən lazım olanda cavabını da verirəm, lazım olanda kimi lazımdır, yerində də otuzdura bilirəm. Amma inan mənə, mənə belə ən çox zəhərləyən, tikanlayan adamı görsən bir 2 saatdan sonra olmasa da 2 gündən sonra unuturam, gedir. Yadımda qalmır ki, bu adam bax, bu vaxtı ilə mənə bir şey deyil. Dünya görmüş, belə bir söz var, dünya görmüş. Sizdən ötürü bu sözün mənası nədir və siz özünüzü dünya görmüş adam hesab edə bilərsinizmi? Dünyanı doğrudan mı gördünüz bu müddət ərzində? Görmüşəm, təbii dünyanı görmüşəm, həm bu fiziki mənada, çünki mən çox ölkələrdə olmuşam. Azərbaycanın bütün rayonlarında, 3 rayonundan başqa bütün rayonlarında olmuşam, bir çox kəndlərində olmuşam, Cənubi Azərbaycanın şəhərlərində olmuşam, Türkiyənin çoxlu şəhərlərində olmuşam, hələ onu demirəm ki, Avropada olmur, Avropa ölkələrində, Amerikada, Afrikada, Çində, Hindistanda, çox ölkələr, Rusiyada, çox ölkələrdə olmuşam. Sonra da ömrüm boyu çox insanlarla rastlaşmışam. Həm böyük insanlarla, maraqlı insanlarla, tarixə düşmüş insanlarla, həm adi insanlarla. Ona görə deyə bilərəm ki, mənim yaşım elədir ki, bir neçə gün bundan qabaq 72 yaşda oldu. Ona görə deyə bilərəm ki, dünya görmüş insan demək olar yəqin ki mənə. Dünya görmüş insan, Anar, dünyanı görəcək insanlara, yəni ömrünün müəyyən mənada hələ uşaqlıq yaşını, yeniyetməlik yaşını yaşayan insanlara resepti. Biz dünyada nəyə hazır olmalıyıq? Nələr bizi gözləyir? Hər şey ola bilər. Dünya hər şey. Dünya elə mürəkkəb dünyadır ki, dünyada hər şey ola bilər. Mən Allaha inanıram. Yəqin ki, səninlə söhbətlərimizdə bu məsələyə toxunmuşuq. Həmişə demişəm ki, mən uşaqlıqdan Allaha inanmışam və eşidəndə ki, Çilidə belə zəlzələ oldu, Qaitidə belə zəlzələ oldu, nə bilim, başqa yerdə tsunami oldu, başqa şeydir. Mən Allahıma dua edirəm ki, bunlar bizim bu gün Azərbaycanda bu fəlakətlər yoxdur. Bizim problemlərimiz çoxdur və ən böyük problemimiz təbii ki, Qarabağ problemidir. Amma Allah elə bir bizi hifz eləyir, 4 tərəfimizdə olan bu fəlakətlər bizə gəlmir, bizə onun təsiri yoxdur. Amma qorxu var ki, hər şey ola bilər. Hər bir təbii fəlakət də ola bilər, ictimai qarşıdurma da ola bilər.
Görmüşük, bunları da görə-görə gəlmişik də və nələr olduğu da yadımızdan çıxmayıb. Nələr oldu 90-cı illərin əvvəllərində nələr olduğu yadımızdan çıxmayıb. İndi deyirlər bəzən ki, nə olub, nə olub, o dövr axı biz yaşamışıq, görmüşük nə olub da və istəməzdim ki, bu təkrar olsun. Ona görə mən sabitliyin tərəfdarıyam. Amma əlbəttə bu o demək deyil ki, biz problemlərimizə göz yummalıyıq, problemlərimizdən danışmamalıyıq, problemlər var, ən böyük problem sosial bərabərsizlik problemidir ki, insanların böyük bir qismi əziyyət çəkir, imkansızlıqdan, bəzən işsizlikdən, bəzən xəstələnmək məsəl üçün bizdə problemdir. Hələ onu demirəm ki, İraq-İraq ölüsü olan o ölünün dəfn mərasimi bunun üçün böyük bir problem, çox adamlar üçün. Ona görə bu problemlər var, bu problemləri heç kəs danmır. Amma bunun müqabilində, onu da mən dəfələrlə demişəm, tərəzinin bir gözünə bütün bizim problemlərimi qoyasan, problemlərimizi qoyasan, bir gözünə bizim müstəqilliyimiz ağır gələr. Çünki hər xalq üçün ən böyük səadət onun müstəqil olmalıdır. Azərbaycanda bu müstəqilliyi artıq neçə ildir? 19 ildir qazanıb. Bəs o dünyaya necə inanırsınız? Allaha inanıramsa o dünyaya da inanıram da təbii. Bu bilirsən, bu qəribə məndə bir təbəddülat oldu. Demək, mən Allaha inanırdım uşaqlıqdan, çünki bu bəlkə də nənələrimdən gəlirdi, nənələrim Allaha inanırlardı, hətta atamın anası namaz qılardı, oruç tutardı, anam Allaha inanırdı, onlardan bəlkə gəlib, mən də uşaqlıqdan Allaha inanırdım və fikirləşirdim ki, əgər Allaha inanıramsa, demək o dünyaya da inanıram da, Allah varsa o dünyada var. Və təsəvvür eləyə bilməzdim ki, eləyə bilmirəm və indi də demək olar ki, eləyə bilmirəm ki, necə o bilər? Mən varam, mənim düşüncəm var, xatirələrim var, mənəvi həyatım var, daxili dünyam var və birdən bu dünya yox olur, heç bir şey qalmır. Bu mənə qəribə gəlirdi və mənə elə gəlir ki, bu ola bilməz. Amma bir gün başıma çox sadə bir fikir gəldi. Çox sadə bir fikir gəldi və bu sadə fikir məni qorxuzdu. Bu sadə fikir də ondan ibarətdir ki, sən deyirsən ki, yəni mən öz-özümə, deyirsən ki, bunlar necə ola bilər ki, birdən yox olsun. Bəs sən dünyaya gəlməmişdən də bunlar yoxu da. Demək, sən yoxluqdan gəlmişsən də. Yoxluqdan gəlmişsənsə, yoxluğa getməyin də təbiidir. Və bu insanı qorxuzan bir fikirdir. Amma bunun da yenə də bir təsəllisini mən öz daxili halimdə tanıdım ki, insan öləndə bunu hiss eləməyəcək. Yəni, nəyi hiss eləyəcək? Ölümü hiss eləyəcək. Ola bilsin, Allah uzaq eləsin, ola bilsin, əziyyətlə öldü, ola bilsin, xəstəliyə duçar olur falan. Amma o dünyanın olmamasını hiss eləməyəcək. Bilirsən? Əgər o dünya yoxdursa, hər şey bitir, ölür, hər şey bitir. Yəni, bunun ağrısını çəkməyəcək. Ölümün ağrısını çəkəcək, amma o dünyanın yoxluğunun ağrısını çəkməyəcək. Ona görə bu belə biraz mücərrəd fəlsəfi düşüncələrdir, amma insan həyatı bundan ibarətdir. İnsanın ən böyük problemi nədir? Yaşamaq və ölmək. Ləyaqətlə yaşamaq və çalışmaq ki, ləyaqətlə də öləsən. Sizin əsərinizdə mən belə müharibə fraqmentləri görməmişəm. Bu, sizin müharibəyə münasibətinizin neqativliyinə elə gəlir, yoxsa sadəcə olaraq biz bunu gözləməliyik hələ nə vaxtsa, Anar böyük bir müharibə yazacaq? Tək müharibəni yoxmasam, sən kənd həyatından da rast gəlməzsən. Halbuki kənd həyatı bizim nəsrimizin və yaxşı nəsrimizin, əsl nəsrimizin çox mühüm mövzularından biridir. Niyə? Ona görə ki, mən kənd həyatını bilmirəm. Bilmədiyimdən də yaza bilmirəm. Müharibədə də mən iştirak etməmişim. Düzdür, Qarabağ müharibəsi olanda dəfələrlə cəbhə bölgələrində olmuşuq. O rəhmətli bizim o komandirlər vardı, onların hamısı ilə mən görüşmüşəm. Biri vardı, Qatır Məmməd deyirlərdi, Yaqub, biri vardı, Şükrət Asif, biri vardı, Allah verdi. Üçü ilə də mən onları görüşmüşəm, şəxsən söhbət eləmişəm. Cəbhə lap belə o atəş xəttinə qədər getmişəm. Bu epizodlardır, bunun əsasında əsər yazmaq olmaz. Əsər yazmaq isə, bu, məsələn, Rus ədəbiyyatını götürsən, Simonov müharibədə iştirak edib, yazıb çox müharibə haqqında. Amma Simonovun müharibə haqqında romanlarına deyirlər ki, bu zabit ədəbiyyatıdır. Amma tutalım, Astafyev kimi yazıcı ki, əskər olub. Bununkin deyirlər ki, əskər ədəbiyyat. Ona görə də müharibədən yazanda da ya gərək zabit olasan, ya gərək əskər olasan. Bunları olmadan, bu bilavasitə iştirak eləmədən yazdıqların əlbəttə biraz süni olacaq.
Ona görə. Amma Qarabağ teması mənim demək olar ki, son ildə yazdığım bütün əsərlərdə buraya başqa şəkildə keçir. Otel otağında da o var, şeydə də var, nədir bu? Vahimədə də var. Müxtəlif formalarda bunlar bu əsəri. Hələ publisist yazılarını demirəm ki, başdan ayağa Qarabağ problemləri, Moskvadakı çıxışların, məqalələrin falan, hamısı bunlar Qarabağla bağlı idi. Bu bizdə bir şərq mühafizəkarlığı var da, övladın taleyinə qarışmaq, övladın taleyinə qarışmamaq. Siz bir valideyn olaraq övladın taleyinə qarışmağın yoxsa qarışmamağın tərəfdarısınız? Mən öz təcrübəmə deyirəm ki, mən övladlarıma çalışmışam ki, yaxşı təhsil verim, yaxşı oxusunlar, müstəqil həyatlarını qurana qədər ailədə böyüsünlər falan. Və onlara qayğı göstərmişəm, bundan sonra da göstərəcəm. Amma deyim sənə ki, himayədarlıq eləmək, nə bilim, haradasa onları qabağa çəkməyəcək, mən bunu heç bir vaxt eləməmişəm. Çünki özləri kifayət qədər onlar qabiliyyətli və bacarıqlı uşaqlardılar. Yəni, oğlum da, qızım da, onlara mənim köməyimə ehtiyacları yoxdur. Ən çox siz son zamanlar nə barədə düşünürsünüz? Həyatın faniliyi. Biraz şablon cavab olsa da, həyatın faniliyi. Adam elə yaşa gəlir ki, fikirləşir ki, yaxşı bu yaşadığım, nə isə elədiyim falan. Bunun axırı nədir? Və lazımdır bunlar. Bəlkə də ayrı cür yaşamaq lazımdır. Bəlkə bu dünyanın deyir, əhli kefi olmaq lazımdır. Hər günün dadını çıxartmaq lazımdır. Bu yazıçı zəhməti axı belə, necəsə deyim, belə dəhşətli əzab. Yazıçının nə istirahəti var, nə bazar günü var, nə şənbə günü var, nə məzuniyyəti var. Bütün beyni, məşhur də o deyir ki, mən də onu bir neçə dəfə gətirmişəm, bir yazıçının evinin qabağından keçəndə görürlər ki, bu demək yer belləyir. Deyirlər, hə, işləyirsən? Deyir, yox, dincəlirəm. Sonra ikinci dəfə keçəndə görürlər, bu qamakda uzanıb. Deyir, dincəlirsən? Deyir, yox, işləyirəm. Çünki o qamakda uzananda bunun demək beyni işləyir, əsər qurur. Amma o yer qazanda yəqin ki, ancaq onunla məşğul olur. Yazıçının da gecəsi, gündüzü, yuxusu, çox məsələn, mən birdən gecə ayılıram, görürüm, yuxuda gəlir bu, yaxud müəyyən bir fikirlə ayırım. Yəni, bu 24 saat işləmək demək. Və fikirləşəndə ki, bax, bu 24 saat işləmirsən sən, ömrün boyu nə isə yazmışsan, qoymuşsan, müəyyən bunun əks sədası olub, bəyənən də olub, bəyənməyən də olub. Hər halda da müəyyən iş görmüşsən. Bəlkə bunun əvvəlində sən gərək elə keyflə yaşayaydın. Onda heç şeyin axırı olmayacaqdı ki, yenə də olacaqdı da. İndi əvəzində anar var. Onda biləcəydin ki, sən də ömrü əzab içində yox, amma keyf damaq içində yaşamısan. Əstəğfurullah, indi mənə elə gəlməyə başlayacaq ki, anarlıqdan peşman olub. Yox, deyirəm, sən axı mənə sual verdin, mən də sən bir cavab verin ki, yox, nə barədə düşünürsən, deyirəm, bu barədə düşünürəm. Bu Yox, barədə düşünürəm, o demək deyil ki, bu qənaətə gəlirəm mən. Amma düşünürsünüz. Amma düşünürəm. Düşünürəm, bu qənaətə gəlmirəm, yenə də o qənaətə gəlim ki, yox, hər halda düzgün yaşamışam, həyatımdan razıyam, heç bir işdən peşman deyiləm, heç bir şeydə, heç kəsin üzünə, necə deyirlər, açıq baxmaya bilmirəm, hamının gözünün içine açıq baxa bilərəm, heç kəsə xainlik eləməmişəm, heç kəsə namərdlik eləməmişəm, heç kəsə satqınlıq eləməmişəm ki, ətrafımızda onu gündə neçə dəfə görürük, müxtəlif adamların sifətlərini və bir insan ömrü yaşamışam. Ona görə peşman deyiləm. Amma o demək deyil ki, belə fikirlər gəlmir insanın başına. Hər şey gəlir insanın başına. Dilənçilərə pul verirsiniz ama əməli? Ver, əlbəttə, həmişə. Bilirsən, bəzən deyirlər ki, bu dilənçilər fırıldaqçıdırlar, bu belə də legenda olur da, həmən bu dilənçinin də Mercedesi var falan. Yox, ona görə soruşmuram, sadəcə olaraq bu ürəyin testidir. Yəni, insan acımağı bacarırsa, bu tamam başqa bir şeydir. Həmişə cibimdə imkan olan kimi həmişə mən dilənçilərə şey deyirəm. İndi yaxşıdır, biraz azalıblar dilənçilər. Bir vaxt vardı, bir vaxt deyəndə bir təxminən 20 il bundan qabaq. Mən yazıçılar birliyindən onda burada olurdum da, bu Bakı Universitetində. Piyada gedirdim bu iki demək kvartalı keçənə qədər azı bir 20 dilənçi dilənlilərdi. Və heç yadımdan çıxmaz bir dəfə Rusudur deyəsən, bir belə ziyalı, görkəmli bir arvad yanaşdı, belə pıçıltı ilə mənə dedi ki, mənə pul verin, amma heç kəs görməsin. Mən də verdim onu.
Bir dəfə də gülməli bir şey oldu. Demək, mən gene gedirəm, köhnə bir plaşım vardı, onunla gedirdim falan. Gördüm bir dənə dilənçi, bu da neçə il bundan qabaq dayanıb. Buna çıxıb pul verəndə dedi, abala, elə sən də mənim günümdəsən, mənə pul niyə verirsən? Plaja görə deyil. Ana müəllim, o dilənçilərin içərisində bəzən adamın köhnə tanışları da rast gəlir. Amma mən bilirsən hansı dilənçilərdən xoşum gəlmir, onu da sənə deyim. Uşaqlar bəzən gəlirlər. Ay sən Həzrət Abbas, ay sənə qurban olum. Deyim, niyə yalvarırsan? İnsan kimi deyirəm, ehtiyacın var, verim dərsini. Bu nə dil ötürsən, özü uşaq yaşından. Ondan mənim xoşum gəlmir o cür elə. Məsələn, mənim bir dostum var idi. Əvvəllər yazıcı olub, indi adını desəm siz də tanıyacaqsınız. Və o İlyas Ərnəfəs. O xəstə idi məncə. Həm də dilənçidir indi. Özü də çox qəribə dilənçidir. Uzağa getmədi öz orbitindən. Azərbaycan əşkiliyyatının ətrafında. Hərdən ora yolun üstündə görürəm onu orada, dayanır orada belə. Özü də bilirsiniz, o Nobel mükafatı almaq istəyirdi. 2000-ci ildə deyirdi, mən Nobel mükafatı alacağam. Yox, onun mənim yadımda da o vaxt ona bir sual vermişlər ki, sizcə siz Nobel mükafatı ala bilərsinizmi? Bu da cavab vermiş ki, niyə siz mənə bu sualı verirsiniz? Əlbəttə mən alacağam, buna heç bir şübhə yox. Ondan mən başa düşdüm ki, bu tam normal insan deyil də hər halda. Çünki normal insan belə şey deməz. Hər halda hayır, yazıq. Niyə Azərbaycan yazıcısı Nobel mükafatı laureatı olmaq istəməməlidir ki? İstəməmək çox şey. Mən də O arxen idi də o yazıcı. O nə bilsin ki, dəli olacaq. İngiltərənin padşahı olmaq istəyirəm. Bu şeydir, istəmək yazdı ki. Amma bu Nobel mükafatı haqqında indi də bu düşüb ağızlarına Nobel mükafatı. Mənə sual verirlər. Sizcə Azərbaycan yazıcısı haçan Nobel mükafatı alacaq? Dedim, Azərbaycanın yığma futbol komandası dünya çempionu olanda onda da olacaq. Çox dürüstcə, doğru cavab. Ayrı yox, Nobel mükafatı. Nobel mükafatı almaq üçün gərək əvvəla doğrudan da dünya. Bizdə indi bir dənə hamımız, mən də daxil, xaricdə bir kitabımız çıxırsa, o sadəcə dünya şöhrətli yazıcı. Mən özümü dünya şöhrətli yazıcı hesab bilmirəm. Və o özü haqqında bunu deyənlərə də dünya şöhrətli yazıcı hesab bilmirəm. Dünya şöhrətli yazıcı məsələn şey idi, rəhmətli Çingiz Aytmatovdur, hə, o doğrudan da dünya şöhrətli. Ya indi bu Orxan Pamuk Nobel mükafatlarından söz edir. Amma onu almaq üçün o Nobel əvvəl gərək əsas dünyanın dillərində kitabların çıxsın, fransızca çıxsın, ingiliscə çıxsın, bunun ətrafında çoxlu söz-söhbət olsun, bu dəfələrlə nəşr olunsun filan. Onda bəlkə səni təqdim etsələr, onda da mükafat almaq üçün bədii meyarlardan başqa siyasi meyarların da rolu var. Sən dissidentsən, dissident deyilsən. Məsələn, Azərbaycan yazıcısı tutalım, fərz eləyək ki, yazsa ki, Qarabağı doğrudan da ermənilərə verək, artıq bunun şansı ola bilər. Nobel mükafatı üçün. Ola bilər, amma onu kim deyər? 10 lira Nobel mükafatı qurban olsun bir dənə Qarabağın bir kəndinə. Rənglərə münasibət üzüncə də müəllim. Hansı rəng? Rənglərə, ümumiyyətlə rənglərə. O rənglərə ki, hansında ki, Rəsul Rza şeirlər yazmışdı. O şeirlərə münasibətim çox yaxşı. Bəs ümumiyyətlə rənglərə. Hansı sizin ən sevimli rənginizdir rənglərin? Belə mən deyə bilərəm ki, bir rəngi mən çox sevirəm. Çünki əlvanlığı sevirəm. Əlvanlığa isə bütün rənglər daxildir. Onu deyə bilmərəm ki, məsələn, mən ancaq yaşıl rəngi sevirəm, yaxud sarı rəngi sevirəm. Amma xalqda qəribə şey var da, deyir ki, nə deyirlər, dəli qırmızı sevər, gic sarı. Sevdiyiniz şair kimdir? Çoxdur. Mən ancaq o şairləri tam sevə bilərəm ki, açığını deyim, onları orijinalda oxuyuram. Çünki başa düşürəm ki, məsələn, tutalım, Lorca da böyük şairdir, tutalım, Eliora da böyük şairdir. Amma tərcümədə mən onların böyüklüyünü lazımınca hiss eləmirəm. Mənim tərcüməsiz hiss elədiyim şairlər, Azərbaycan şairləri, Türkiyə şairləri, bir də Rus şairləri. Onların içində isə Azərbaycanda Füzuli var, Sabir var, Vaqif var, Aşıq Ələsgər var. Türkiyədə Nazım Hikmət var, Aşıq Veysəl var. Yunus Emre var, Rus ədəbiyyatında Pushkindən tutmuş Lermontovu ilə, Pasternakı ilə, Mayakovski ilə, Blok ilə, ta yeni nəsillərə qədər böyük şairlər var, onların hamısını mən sevə-sevə və bəzilərini əzbər bilirəm. Sevə-sevə oxuyuram və bəzilərini də əzbər bilirəm. Mən mentalitet haqqında soruşmaq istəyirdim, fikrimdən daşındım. Çünki yadıma düşdü ki, bu sualı bir dəfə sizə vermişdim. Sizin cavabınızı mənə bir yadımdadır. Amma eyni zamanda mentalitetin içindən gələn bir bədbəxtlik duyğusu var mənim içimdə. Mənə gəlir ki, bizim xalqımızın bədbəxtliklərinin böyük bir hissəsi onun məhz mentaliteti ilə bağlıdır. Anardan soruşmaq istəyirəm. Sizdən ötürü bədbəxtlik nədir? Bədbəxtlik, ən böyük bədbəxtlik mənim fikrimcə iddialarla imkan arasındakı təzaddır. Yəni insanın iddiası böyükdür, amma imkanları
elə o iddiasına uyğun deyil. Ona görə bundan əziyyət çəkir. Bundan əziyyət çəkir və elə hesab edir ki, talih buna qarşı amansız olub. Bu daha böyük bir şeyə layiqdir, amma imkanı buna demək şərait yaratmır. Bu bir çox bədbaxtçılıqlar bilirsən nədən əmələ gəlir insanların kimlənsə bəhs eləmək arzusundan, kiməsə həsəd çəkmək, kiməsə paxıllıq eləmək. Bax, bu hisslər olanda insanda, ondan çıxış eləyərək o ən bədxah şeyləri də eləyə bilər, kin də bəsləyə bilər, yalan da danışa bilər, böhtan da ata bilər filan. Ona görə birinci insan gərək daxilən azad olsun. İnsanın daxili azadlığı isə heç kəsə həsəd aparmamağı, öz qiymətini bilməkdir. İnsan öz qiymətini bilirsə və o olduğundan artıq şeyə iddia eləmirsə, onun daxili rahatlıq olacaqdır. O ki, qaldı bizim mentalitetdə müsbət cəhətlər əlbəttə çoxdur. Amma bir cəhətini mən nöqsan bilirəm, xalqımızın mentalitetində olan, o da odur ki, biz bəzən ləyaqətlə lovğalığı çaşdırırıq. Ləyaqətdə olmaq çox yaxşı şeydir, lovğa olmaq çox pis şeydir. Bəzən deyəndə ki, bizim dünyada şeirimiz hamısından güclüdür, mənim ətim tökülür. Nə bilirsən sən? Sən Yapon şeirini bilirsən, orijinalda. Nə bilim mən, fransız şeirini bilirsən, orijinalda. Bilmirsənsə niyə bax belə şey? Bizim qızlar, bunu bəlkə verməyin efirə, dünyada hamıdan gözəldir. Bizim qızlar çox gözəldirlər, amma mən Misirdə olmuşam, orada da çox gözəl qızlar var. İtaliyada olmuşam, orada da gözəl qızlar var. Ya bizimlə filan cəhətimiz hamıdan üstündür filan. Bax, bu lovğalıq, bu biraz mənəmlik bizə çox ziyan vurur. Bu mentalitetdən irəli gəldi deyəsən də, bu efirə verilməməsi ilə əlaqədar xahişdir. Mentalitetin tərkibi sizə saymaq olar? Yox, qızlar məndən inciyər. Mən yenə də deyirəm, təkrar edirəm, bizim qızlar çox, qadınlar çox gözəldirlər. Amma demək olmaz ki, dünyada hamıdan gözəldir. Niyə? O rusların manları vardı, bir vaxt oxuyurlardı. Хороша страна Болгария, а Россия лучше всех. Niyə? Россия çox gözəl ölkədir, amma niyə лучше всех? Nə Россия лучше всех, nə Amerika лучше всех, nə Azərbaycan лучше всех. Hər halın dünyada öz yeri var. Mənim üçün Azərbaycan lütfüsü yox. Amma bu demək deyil ki, mən bunu deməliyəm ki, bütün dünya elə hesab edir ki, Azərbaycan lütfüsü yox. Hamıdan yaxşıdır. O elə deyil. Biraz gərək biz o cəhətdən, o lovğalıq azarından xilas eləyək millətimizi. Ay bizim o şey, ən aktual bizim yazıçımız dünən də, bugün də, sabah da Cəlil Möhsədə. Cəlil Möhsədə bunların hamısını yazır. Deyir bir para müsəlman yazıcısı var, əlinə qələmə alın ki, bu yazır ki, ay mənim gözəl millətim, ay sənə qurban olun millətim, ay ki, amma biz düzünə qalsa belə milləti sevə bilmərik. Bunu yəni sevmirdi Cəlil Möhsədə bunu yazdığı üçün. Hamıdan sevirdi, artıq sevirdi və o ay gözəl millətim deyənlərdən 100 dəfə artıq sevirdi. Amma ayıq başla baxırdı. Bilirdi ki, bax belə lovğalıqla, belə haykü ilə filan zaten millətə xeyir vermək olmaz. Elə Sabir də elə, Mirzə Fətəli də elə, bütün bizim böyük üstadlarımız ki, biz onların davamçısıyıq, onların varisləriyik. Onlardan öyrənirik bu şeyləri. Hansı musiqini sevirsiniz? Muğamımızı çox sevirəm, xalq mahnılarımızı sevirəm, Avropa klassik musiqisini sevirəm, estradanın yaxşı nümunələrini, caz musiqisinin yaxşı nümunələrini. Yəni müxtəlif. Məndə çoxlu, nə deyirlər, fonotekamda çoxlu musiqi var və hər zaman işləyəndə də qulaq asıram onlara, işləməyəndə də, dincələndə də. Dincəlmirəm, amma belə də, yəni əlim qələm tutmayanda da görsən, yenə də o musiqiyə qulaq asıram mən. Cürbəcür musiqilərə qulaq asıram. Ölüm cəzasına münasibətiniz necədir? Ölüm cəzasının ləğv olunmasının tərəfdarıyam. Çünki Allah verən canı insan olmaz. Düzdür, elə canilər var ki, deyirlər ki, bu canı, məsələn, nə qədər uşaq öldürüb, bu necə yaşaya bilər? Onun yaşamağı onun cəzasıdır. Ondan böyünə cəza ola bilər. Sən ömürlük həbsən məhkumsan. Bilirsən ki, ömrünün axırına qədər bu qəfəsdən çıxmayacaqsan. Bu elə cəzadır. Öldürmək bir dəfə gülləni vursan, ölür, qutarır, gedəcək, canı qutarır və bunlar. Amma belə əzabla yaşamaq onun o gördüyü cinayətin cəzasıdır. Ona görə mən elə hesab edirəm ki, çox doğru bizim vaxtıyla prezident qəbul edir ki, Azərbaycanda ölüm hökmü ləğv olundu. Obrazlarınız çoxdur, saysız hesabsızdır.
Hansı obrazı özünüzə daha yaxın hesab edirsiniz? Mən paylamışam özümü müxtəlif obrazlara. Onda hansını daha çox paylamısınız? Daha doğrusu pay düşüb daha çox. Nə bilim valla, onu çətin demək mənə. Flaubert deyirdi ki, Madame Bovary это я. Bavarini hətta deyirdi ki, это я falan. Mən deyə bilmərəm ki, hansı obraz daha çox şeydir. Amma hərəsində məndən bir işartı var, bir cəhət nəyəcə əks olunurdu. Həqiqət həmişəmi çoxluğun tərəfində olur? Əksinə, bəzən həqiqət çox azlığın tərəfində olur. Əgər azlığın tərəfində olmasaydı həqiqət, Qaliley deyəndə ki, dünya fırlanır, o azlığıdır. Amma həqiqətidir. Giordano Bruno onu deyirdi və ona görə onu yandırdılar. Amma məlum oldu ki, bu 2 adam, 3 adam, Kopernik falan, bunlar həqiqəti deyilmiş, minlərlə insan yanılırmış. Dünyanın sonunu necə təsəvvür edirsiniz? Mənə gəlir ki, dünyanın sonu olmayacaq. İndi deyirlər ya, 12-ci ildə Maya təqviminə görə dünyanın sonu olacaq. Hərdən bir belə bir şeylər yayılır. Məsələn, hər minilliyin sonunda, birinci minilliyin sonunda da deyirlər dünyanın axırıdır, bu qiyamət gündür falan. Amma mənə gəlir ki, dünyaya mən fiziki varlıq kimi yox, metafizik bir varlıq kimi baxıramsa, yəni dünya bir fəlsəfi fikirdirsə, bu fikrin sonu ola bilməz. Yəni yaşam haqqında, həyat haqqında bir fəlsəfi niyyətdirsə, Allahın niyyətidirsə, Allah buna son verə bilməz. Anar Rzayev Rəsuloğlu, siz həyatınızdan razı qaldınızmı, qalmısınızmı bugün? Sizin günahınız çoxdur, savabınız çoxdur. Bu dünya, mən Azərbaycan nəzərdə tutmuram, ümumiyyətlə yer ülkəsini. Sizin arzularınızın dünyası oldu mu, ola bildi mi yəni? Siz bu dünyanı istəyirdiniz ümumiyyətlə? Burada bir neçə sual var. Birinci sualı deyim ki, həyatımdan razıyam mı? Razıyam. Demək olmaz ki, mən həyatımın bütün məqamları mənim xoş keçib, amma mən razıyam ki, bu cür yaşamışam. İkincisi, tam dəqiqliklə deyə bilərəm ki, savab işlərim günahlarımdan qat-qat çox olub. Onu da qəti deyə bilərəm. Üçüncü isə dünyanı mən əlbəttə ayrıcı görmək istəyirəm. Bilmirəm, sən oxumusan, yox, Ağqaş, Qaraqaş mənimdir. Oxumusansa, orada bax, məsələn, dünyanı yox, Azərbaycanı mən birinci nağılda təsvir edəndə Azərbaycanı o cür görmək istəyərdim. O biri nağıllardakı kimi görmək istəməzdim. Bizim qəhrəmanımız o hansını ki siz görürdünüz, indi siz bilən hansı qoçun belindədir, hara gedirik biz, ağın yoxsa qaranın? Mən romanı ondan qurtarmışam və mənə elə gəlir ki, hələlik mən ancaq onu deyə bilərəm ki, biz görürük ki, qabaqda Ağqoç var, ona tərəf yürürük və çalışırıq onun belinə atlanaq. Ana müəllim, 10 il bundan qabaq mən sizlə təmiz söhbət eləmişdim. Və təmiz söhbətdə siz belə bir arzuda bulunduğunuzu demişdiniz mənə ki, Pasternakın şeirlərini tərcümə eləmişsiniz və o tərcümə olunmuş şeirləri siz pianino musiqisi fonunda özünüz təbii ki, demək, ifa eləmək, yəni şeir kimi ifa eləmək istəyirsiniz. Bu arzunuz qalır qüvvədə, belə bir şərait olsa... Qalır, amma mən əgər indi elə bir imkan yaransa, mən tək Pasternakın yox, mən Bloku da tərcümə eləmişəm, Yesenin də eləmişəm, Mayakovskini də eləmişəm. Bir 4-5 rus şairinin şeirlərini, hərəsindən bir 2-3 şeir, demək, nə qədər olur, hərəsindən 3 şeir, 4 şairdən, 12 şeir olur. İş elə gətirdi ki, virtuoz caz ustası Əzizə Mustafazadə Bakıda olanda, mən Anarın bu ideyasını ona çatdırdım və məşhur həmyerlimiz Anarla duetə məmnuniyyətlə razılaşdı. Bununla da Azərbaycan mədəniyyət tarixi nadir bir nümunəyə sahib oldu. Anar və Əzizə Mustafazadə, Boris Pasternak, Sergey Yesenin və Vladimir Mayakovskinin kampaniyasında. Mən vaxtı ilə bir neçə rus şairlərinin şeirlərini Azərbaycancaya tərcümə eləmişdim. İndi fürsət düşüb onları oxumaq istəyirəm sizə, həm orijinalda rus dilində, həm də öz tərcümələrimi. Есениndən 2 tərcümə, birinci şeir. Не жалею, не зову, не плачу. Все пройдет, как с белых яблонь дым. Увядание золотом охваченный. Я не буду больше молодым. Ты теперь не так уж будешь биться, сердце тронутое холодком, и страна березового ситца не заманит шляться босиком. Дух бродячий, ты все реже, реже,
Расшевеливаешь пламень уст, о, моя утраченная свежесть, буйство глаз и половодье чувств. Я теперь скупее стал желаний. Жизнь моя, или ты приснилась мне, словно я весенней гулкой ранью проскакал на розовом коне. Все мы в этом мире тленной, тихо льется с кленов листьев медь. Будь же ты вовек благословенна, что пришлось процвесть и умереть. Şimdi bunun ben Azərbaycanca tərcüməsini oxuyum. Nə təəssüf, nə gözyaşı, nə fəryad, hər şey keçdi ağ budaqdan duman tək. Qızıl rəngli payızlaşan həyatın bir də cavan olmaz geri dönərək. Sən də döyünməzsən daha o sayaq, sən də soyumusan ey ürək bəlkə. Piyada gəzməyə toğlamaz daha, ağcaqayın donlu mehriban ölkə. Sərgərdanlıq ruhu sən daha az yandırırsan dodağımı, dilimi. İtirdim gəncliyin tərabətini, odlu baxışımı, duyğu selimi. İstəklər azaldı, lap kasıblaşdı. Yuxuda mı gördüm həyatım səni? Sanki çapıb getdim bir yaz səhəri, çəhrayıya çalan kəhər ülkəmi. Hamımız faniyik bu dünyada biz. Tunç yarpaq tökülür ağcaqayından. Ey həyat, sağ ol ki bəxtimə düşdü. Çiçəklənmək, solub ölmək payından. Bir de одно небольшое стихотворение Есенина, и все с Есениным покончим. Это небольшое стихотворение, последнее его стихотворение, «Сон шериды Есенина». До свидания, друг мой, до свидания. Милый мой, ты у меня в груди. Предназначенное расставание обещает встречу впереди. До свидания, без руки и слова. Не грусти и не печаль бровей. В этой жизни умереть не ново. Ну и жить, конечно, не новей. Elvida ey dostum, bir de elvida. Azizim sen benim yüreğimdesən. Müəyyən olunmuş ayrılıq günü vəd verir gələcək görüşümüzdən. Elvida, nə gərək əl vermək ya söz, çatma qaşlarını, eyləmə kədər. Ölmək bu dünyada təzə şey deyil, amma təzə şeydir yaşamaq məgər. Azizə xanım, vam slovo.
Маяковский'den iki balaca şehir. Маяковского, два небольших стихотворения. Я хочу быть понят родной страной, а не буду понят, что ж, по родной стране пройду стороной, как проходит косой дождь. İstərəm vətənim anlasın məni, əgər anlamasa nə eləmək, nə qəm, çəp yağan, köndələn yağışlar təkin, ölkəmin yanından keçib gedərəm. Bir şeiri de Маяковский'nin. Уже второй, должно быть, ты легла. В ночи млечь путь серебряный окой. Я не спешу, и молниями телеграмм мне незачем тебя будить и беспокоить. Как говорят, инцидент исперчен. Любовная лодка разбилась о быт. С тобой мы в расчете, и не к чему перечень взаимных болей, бед и обид. Ты посмотри, какая в мире тишь. Ночь обложила небо звездной данью. В такие вот часы встаешь и говоришь vekam, истории и мирозданию. Tercüme. İkidir, yəqin ki yatmısan artıq. Səmada süd yolu, gümüş aka tək. Tələsik bir işim yoxdur ki, səni tel vurub boyadım, diksindirərək. Mətləb hasıl oldu necə deyərlər. Eşq qayğı, məişətdən dağlar. Hesabımız bitdi və nəyə lazım, siyahı yazım, çəkdiyimiz dərdlər, qəmlər, ağrılar. Görürsən nə dinçdir dünya bu gecə. Göylərə xərac tək, ulduz səpiblər. Bax, belə anlarda adam danışır. Aləmlə, tarixlə, əsrin özüylə. Ve Пастернак'tan 3 şiir, meşhur Hamlet şiiri. Три стихотворения Пастернака, знаменитый его стих «Гамлет». Гул затих, я вышел на подмостки, прислонясь к дверному косяку. Я ловлю в далеком отголоске, что случится на моем веку. На меня наставлен сумрак ночи, 1000 биноклей на оси. Если только можешь, Аве Отче, чашу эту мимо пронеси. Я люблю твой замысел упрямый и сыграть согласен эту роль. Но сейчас идет другая драма, и на этот раз меня уволь. Но продуман
распорядок действий, и неотвратим конец пути. Я один, все тонет в фарисействе, жизнь прожить, не поле перейти. Tərcüməsi. Uğultu kəsildi, səhnəyə çıxdım, yapışıb qapının çərçivəsindən. Eşitmək istərəm aqibətimi kiminsə uzaqdan gələn səsindən. Min dürbün gözü ilə zillənib mənə, gecənin zülməti, zil qaranlığı, əgər iqtidarın varsa, ilahi, məndən uzaq elə bu yamanlığı. Sənin tərs niyyətin xoşuma gəlir, rolü də oynardım böyük həvəslə, lakin indi başqa tamaşa gedir, mənə əvəz elə ayrı bir kəslə. Yaxşı düşünüblər amma oyunu, təkəm riyakarlıq dənizində mən, labüddür yolundur qaçılmaz sonu, həyat çöl deyil ki, keçib gedəsən. Пастернак'ın bir şeiri de. Узнал бы я, что так бывает, когда пускался на дебют, что строчки с кровью убивают, нахлынут горлом и убьют. От шуток с этой подоплекой я бы отказался наотрез. Начало было так далеко, так робок первый интерес, но старость — это Рим, который взамен турусов и колес не читки требует с актера, а полной гибели всерьез. Когда строку диктует чувство, оно на сцену шлет раба, и тут кончается искусство, и дышит почва и судьба. Tərcümə. Başladığım zaman bilirdim məgər, bu işin axırı belə olacaq. Adamın qanını tökür şətirlər, boğazın tutulub qanla dolacaq. Mən belə peşədən olardım İraq, mən bu cür zarafatı neynirdim axı, amma nə kövrəkdir, xoşdur ilk maraq, ömrümün o erkən, o uzaq çağı. Roma sayağıdır fəqət qocalıq, nə nitq tələb edir, nə fənd, nə kələk. Bədii qirayət istəmir artıq, doğrudan doğruya öləsən gərək. Misra duyğulardan doğulan zaman qula əmr eləyir, bu şər, bu meydan və burada qurtarır sənətin səsi, torpağın, taleyin gəlir nəfəsi.
Spasiba. Ve nihayet son bir şiir, Boris Pasternak'ın meşhur Kış Gecesi şiiri. Boris Пастернак, «Зимняя ночь». Мело, мело по всей земле, во все пределы. Свеча горела на столе, свеча горела. Как летом роем мошкара летит на пламя, слетались хлопья со двора к оконной раме. Метель лепила на стекле кружки и стрелы, свеча горела на столе, свеча горела. На озаренный потолок ложились тени, скрещение рук, скрещение ног, судьбы скрещения. И падало два башмачка со стуком на пол, и воск слезами с ночника на платье капал. И все терялось в снежной мгле, седой и белой. Свеча горела на столе, свеча горела. На свечку дуло из угла, и жар соблазна вздымал, как ангел, два крыла, крестообразно. Мело весь месяц в феврале, и то и дело. Свеча горела на столе, свеча горела. Azerbaycancası. Bütün yer üstünde, her bir tarafta külək soğururdu qarı bu axşam. Masanın üstünde bir şam yanırdı. Yanırdı bir şam. Yay vaxtı mığmığalar alova uçan təkin, qarlar uçub gəlirdi üstünə pəncərənin. Çoğun şüşənin üstə bəzək vururdu müdam. Amma bir şam yanırdı, amma yanırdı bir şam. Şöhrələnən tavanda kölgələr dolaşırdı, qollar çarpazlaşırdı, qıçlar çarpazlaşırdı, talih çarpazlaşırdı. Çəkmələr də düşürdü tak qatan yerə, elə bu zaman çıraqdan da mum idi, göz yaşı kimi paltara daman. Yox olurdu hər şey bu ağ zülmətdə, bu çal zülmətdə, bu qarlı axşam. Masanın üstünde bir şam yanırdı, yanırdı bir şam. Otağın küncünden düz şama sarı vururdu külək. Ehtiras odu xaç tək gərirdi, iki qanadın sanki bir mələk. Bütün fevral da çoğunlu keçdi. Amma elə hey, hər qarlı axşam masanın üstünde bir şam yanırdı, yanırdı bir şam.
Bravo. Spasibo. Təbii ki, Anarı kimlərsə dünyanın ən böyük yazıcısı hesab etmir. Təbii ki, Anarı kimlərsə Azərbaycanın ən böyük yazıcısı hesab etmir. Amma Anar metrdir və biz onunla Azərbaycan və dünya yazıcılarının nə qədər böyük və ya kiçik olduğunu ölçürük.